tüstüsü nə kimi dəyişikliklər yaradır? Deməli, siqaret tüstüsünün içində minlərlə fərqli maddələr var. Asetaldehid olsun, formaldehid olsun və yaxud da ki, qatran olsun və digər maddələr. Bunlar hamısı orqanizmə ziyandır əlbəttə ki. Belə deyim də, siqaretdən əvvəl ağciyər xərçəngi dünyada ən nadir görülən xərçəklərdən biri idi. Amma siqaretdən sonra hal-hazırda həm kişilərdə, həm qadınlarda ilk sıralarda gəlir ağciyər xərçəngi. Yəni, bunun birbaşa səbəbi siqaretdir. Eləcə də ağız boşluğunda xərçəng görülmə, gırtlaq xərçəngi, dil xərçəngi və yaxud da ki, dodaq xərçəngi. Əvvəllər demək olar ki, görülməyən xərçəng növləri indi sıxlığı çox artmışdır. Bunun hamısının səbəbi əlbəttə siqaretdir. Siqaretin tərkibindəki maddələr sərbəst oksigen radikalları dediyimiz maddələr əmələ gətirir. Bunlar da hüceyrəni parçalayır, metilasiya, DNT-ni parçalayır. DNT normal hüceyrə kodlaşdırmaq yerinə anormal hüceyrə kodlaşdırır. Bunun nəticəsində də onkolojik problemlər ortaya çıxır. Siqaretin tərkibindəki maddələr birbaşa mədədə qastrit, xora artırır, reflü xəstəliyini artırır. Ona görə, məsələn, qastritlə gələn xəstələrdə siqareti buraxmadığı müddətdə %100 əvvəlki halına qayıda bilmir. Nə qədər medikamentoz müalicə aparsaq da, siqaret olduğu müddətdə heç vaxt tam sağalmır. Çünki siqaret, dediyim kimi, sərbəst oksigen radikalları damarda, harda hüceyrə var, damar var, onu zədələyir. Ən xırda damarlar əlbəttə ki, gözdədir, ürəkdədir, ayaqlarda, böyrəkdədir. Yəni, ilk onlardan başlayır zədələməyə. Sinir humoral yolla bədən qidalanır, idarə olunur. Sinir humoral yolla bütün bədən idarə olunur. Siqaret isə bu hər iki yolu məhv edir. Siqaret humoral yolu pozaraq testosteron ifrazının azalmasına, kişilərdə sonsuzluğa, yaxud da ki, cins istəyin azalmasına, qadınlarda estrogenin azalmasına, belə də yumurta hüceyrələrin inkişafını zərər vuraraq sonsuzluğa gətirib çıxara bilir. Siqaret niyə asıllıq yaradır? Onu da deyim. Siqaret beyində, hipofizdə və yaxud da ki, digər hüceyrələrdə dopamin sekresyonunu 10 dəfəyə qədər artırır. Dopamin də doktor da bilər, mutluluq hormonudur. Onu istifadə edəndə mutlu olduğunu hiss eləyir. Amma çox qısa müddət təbii ki. Və maraqlıdır ki, bu hal ancaq ilk çəkilən siqaretdə olur. Sonrasında artıq... Sonra da olur, amma sonra proses getdikcə, proses davam elədikcə, istifadə elədikcə o reseptorların, dopamin hüceyrəyə bağlanan reseptorlarda problemlər ortaya çıxır. Əvvəl, məsələn, 5 dopamin reseptoru oyadırdısa, indi 20 dənəsi, 30 dənəsi oyatmaq məcburiyyətində qalır. Ona görə siqaret bir yerdən sonra onu tatmin eləmir. Və məcbur qalır, belə desək, digər narkotik vasitələrə istifadə eləməyə ki, o siqaretin verdiyi şey alsın, effekt alsın. Mən hər zaman, hər verilişimizdə bunu vurğuluyuram ki, bütün narkotik maddə istifadəçilərinin anamnezini toplayanda keçmişinə baxsaq, hər biri başlanğıcda nəşə ondan da öncə siqaretdən başlayıb. Yəni, deyə bilərik ki, rahatlıqla bütün narkotik maddə istifadəçiləri siqaret çəkir. Bəli, bütün siqaret çəkənlər narkotik maddə istifadə eləmir. Amma bir növ siqaret dırnaq arası da olsa tramplin rolunu oynayır bura. Bəli, dediyim kimi, öncə artırır dopamini 10 dəfəyə qədər. Həmin dopamin reseptorlara təsir edir, mutlu olursan. Sonra həmin miqdarda artırır, amma reseptorlarda problem ortaya çıxdığına görə artıq o miqdar bunu tatmin eləmir. Həmin dopamin tatmin eləmir. O zaman bir sonraki addım olaraq nə işədir, sonrası da digər vena daxili